Sən də tez-tez yorulursan. Səhər oyananda enerjin sıfır olur, başın gicəllənir, diqqətini toplamaq çətinləşir. Bəlkə də sən bunu çox işləməyə, stresə və ya yuxusuzluğa bağlayırsan. Amma bəzən bütün bunların arxasında sadəcə qan azlığı dayanır. Qan azlığı təkcə dəmir çatışmazlığı deyil. Bu, sənin hüceyrələrinin oksigenlə doymadığı, bədənin "mən artıq yoruldum" dediyi andır. Ancaq yaxşı xəbər var. Bədənini yenidən canlandırmaq, enerjini geri qaytarmaq mümkündür. Sadəcə nə yediyinə diqqət etməlisən. Bu videoda sənə qan azlığına qarşı 7 super qida göstərəcəyəm. Bu qidalarla həm gücünü bərpa edəcəksən, həm də həyatına yeni enerji gələcək. Axı, sağlam qan, sağlam həyat deməkdir. Və unutma, bu kimi faydalı videoları qaçırmamaq üçün Sağlam Gələcək kanalına abunə ol, bəyəni qoy və dəstəklə. Çünki sağlam gələcək elə bu gündən başlayır. Ciyər, qan azlığının ən güclü düşməni. Qan azlığına qarşı ən güclü silahdır. O, təkcə dəmir deyil, həm də B12 vitamini ilə zəngindir. Bu iki element birlikdə sənin qan hüceyrələrinin istehsalını artırır. Yəni, hər tikəsində bədəninə enerji, beyninə diqqət, əzələlərinə güc verirsən. Əslində, qədim zamanlardan bəri ciyər qanı bərpa edən qida kimi tanınıb. Həkimlər də dəmir çatışmazlığı olan insanlara məhz bu səbəbdən ciyəri məsləhət görürlər. Xüsusilə dana və ya toyuq ciyəri bu baxımdan ən faydalı növlərdəndir. Bəzən sadəcə həftədə bir dəfə ciyər yemək belə bədənin boş batariyasını doldurmağa kifayət edir. Əgər uzun müddətdir özünü halsız hiss edirsənsə, ciyər sənin menyuna mütləq qayıtmalıdır. Çünki sağlam qan elə səndən başlayır. İspanaq, yaşıl güc, dəmirin təbii açarı. Sadə, amma inanılmaz gücə malik bir yarpaqdır. O, bədəni təkcə dəmirlə deyil, həm də C vitamini ilə təmin edir. Bu ikisi birlikdə işlədikdə, dəmirin bədən tərəfindən daha yaxşı sorulmasını təmin edir. Yəni, ispanaq tək başına deyil, bədəndəki digər qidaların təsirini də artırır. Uşaqlıqdan bizə ispanaq yey, güclü olarsan deyirdilər. Amma az adam bilirdi ki, bu sözlərin arxasında elmi bir həqiqət dayanır. O, həmçinin fol turşusu və maqneziumla da zəngindir. Bu isə hüceyrələrə oksigen daşıyan qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır. İspanağı salatda, yumurtayla və ya smuzidə istifadə edə bilərsən. Günə bir ovuc təzə ispanaqla başlamaq gün ərzində bədəninə daha çox enerji və təmizlik hissi qazandıracaq. Unutma, güclü qan yaşıl yarpaqlardan başlayır. Nar, qan dövranını oyadan təbii enerji. Qan azlığına qarşı təbiətin bizə verdiyi ən gözəl hədiyyələrdən biridir. Onun parlaq qırmızı rəngi təsadüfi deyil. Bu, onun tərkibindəki antioksidantlar və dəmir sayəsində gəlir. Nar qan dövranını gücləndirir, hüceyrələrə daha çox oksigen daşımağa kömək edir və eyni zamanda immun sistemini möhkəmləndirir. Təsəvvür et, hər dəfə bir stəkan təbii nar suyu içdiyində bədənində sanki yenilənmə siqnalı aktivləşir. Qan axını sürətlənir, ürək daha ritmik döyünür, beyin daha aydın düşünür. Əgər yorğunluq, halsızlıq və diqqət çatışmazlığı hiss edirsənsə, nar sənin gündəlik dostun olmalıdır. Unutma, nar təkcə vitamin deyil, o bədəninə həyat, dərinə parlaqlıq, beyninə sakitlik gətirir. Elə buna görə də deyirlər, bir nar 100 dərmana dəyər. Qırmızı ət, bədənin təbii güc mənbəyi. Qan azlığı ilə mübarizədə ən təsirli və təbii qidalardan biridir. Onun tərkibindəki hemin dəmir bədən tərəfindən ən asan sorulan formadır. Bu o deməkdir ki, qırmızı ət yedikdə qanındakı dəmir səviyyəsi sürətlə yüksəlir. Bu qida sanki bədənə yenidən başla əmri verir. Hüceyrələr daha çox oksigen daşımağa başlayır. Əzələlər güclənir, beyin daha aydın işləyir. Həftədə 2-3 dəfə az miqdarda qırmızı ət yemək sanki bədəninə təbii bir enerji injeksiyası vurmaq kimidir. Qırmızı ət həm də zülal, sink və B qrup vitaminləri ilə zəngindir. Bu isə qan hüceyrələrinin istehsalını stimullaşdırır və immun sistemini möhkəmləndirir.
Sadəcə onu doğru şəkildə bişirmək vacibdir. Çox yağsız, az duzlu və təbii halda. Unutma, güc təkcə idman zalında yaranmır. Bəzən o, boşqabındakı düzgün seçimdən başlayır. Yumurta. Kiçik, amma güclü başlanğıc. Bəlkə də ən sadə, amma ən çox qiyməti bilinməyən super qidadır. O, tərkibindəki fol turşusu, B12 vitamini və zülal sayəsində qan hüceyrələrinin yaranmasını sürətləndirir. Başqa sözlə, hər səhər bir yumurta yemək, bədəninə bir addım daha sağlam qan bəxş etmək deməkdir. Yumurta həm də əzələləri bərpa edir, beyin fəaliyyətini gücləndirir və gün ərzində enerjini sabit saxlayır. Xüsusilə sarısında olan qida maddələri bədənin oksigen daşıma qabiliyyətini artırır. Bu da səni daha aktiv, diqqətli və dinamik edir. Əgər səhərlər tez yorulursansa, yuxudan ayılanda halsızsan, bəlkə də çatışmayan tək şey bir yumurtadır. Unutma, bəzən böyük fərqləri yaradan şeylər çox sadə olur. Qoz, fındıq və badam. Beynə və qana enerji. Bu üçlük qoz, fındıq və badam bədənin enerji anbarıdır. Onların tərkibində dəmir, maqnezium, E vitamini və sağlam yağ turşuları var. Bu maddələr birlikdə qan dövranını yaxşılaşdırır, hüceyrələrin oksigen almasını asanlaşdırır və beynin fəaliyyətini gücləndirir. Bir ovuc qoz və ya badam gün ərzində səni həm enerjili, həm də zehincə aktiv saxlayır. Bu qidalar təkcə qan azlığının qarşısını almır, həm də ürəyi qoruyur, damarları elastik saxlayır. Əgər gün ortasında tez yorulursansa və diqqətin dağılırsa, bir fincan qəhvə yerinə bir ovuc qoz sınamaq bəs edər. Bu təbiətin sənə təqdim etdiyi ən təbii enerji paketidir. Unutma, hər dəfə sağlam bir qəlyanaltı seçəndə bədəninə bir təşəkkür imkanı verirsən. Qırmızı mərci. Sadə, amma möcüzəvi qida. Sadə görünür, amma güc baxımından bəlkə də siyahdakı ən dəyərlilərdən biridir. O tərkibindəki dəmir, fol turşusu və bitki mənşəli zülallar sayəsində qan azlığı ilə mübarizədə əsl dəstəkçidir. Bir boşqab isti mərci şorbası bədənə sanki təzə nəfəs verir. Hüceyrələr canlanır, enerji səviyyən qalxır. Mərci həm də həzm sistemini yüngülləşdirir, uzun müddətli toxluq hissi yaradır və bədənin gündəlik ehtiyac duyduğu enerjini təbii yolla təmin edir. Ən gözəl tərəfi isə budur ki, onu müxtəlif formalarda, salatda, şorbada və ya yemək kimi asanlıqla menyuya əlavə edə bilərsən. Əgər daha sağlam qan, sabit enerji və sakit zehin istəyirsənsə, mərci sənin masanda daim yer almalıdır. Təbiətin ən təvazökar, amma ən faydalı qidalarından biri də elə odur. Bax gördün, sağlam qan üçün hər şey əslində nə qədər sadədir. Sadəcə düzgün qidalanmaq, bədəninə qulaq asmaq və biraz diqqətli olmaq kifayətdir. Bu 7 super qida bədənini gücləndirəcək, enerjini bərpa edəcək və səni yenidən öz ən yaxşı halına qaytaracaq. Unutma, sağlamlıq heç zaman təsadüf deyil. O, hər gün verdiyin doğru qararların nəticəsidir. Əgər bu video sənə faydalı olduysa, Sağlam Gələcək kanalına abunə ol, videonu bəyən və paylaş. Çünki sağlam gələcək elə səninlə başlayır.